Salam dostlar, hər kəs salam. Bu videoda necə sizin videonuz izlənər, bunun haqqında sizə taktiklər verəcəm. Bunun sayəsində dostlar videolarınız daha çox izlənə bilər. Yəni garanti izlənəcək dostlar videolarınız. Amma videomuza keçmədən əvvəl bu videodan sizdən 10 like gözləyirəm. Davamı üçün 10 like gözləyirəm yəni sizə. İkinci bölümü üçün. İndi dostlar YouTube'a girəm. İndi öz kanalıma girib sizə bir şey göstərəcəm. Dostlar ilk olaraq gördüyünüz kimi, mən dostlar ilk abonəm 48 idi. Əvvəlki kanalım idi, amma 8 abunə qazandım dostlar burada. Videolarınızı ilk başlıqla, yəni diqqətli başlayın. Məsələn, birinci videonuzun başlığına baxdıqda mənim videomun Azərbaycan YouTuberlar deyil. İkincisində də Azərbaycan YouTuberlar deyil. Yəni birinci Azərbaycan olubdu. Yəni eyni başlıq açsaz, birinci sözünüz eyni olsa, onda görüntüləmə sayınız daha çox arta bilir dostlar. Bunu məsələn Minecraft YouTuberlarından bir çoxunda məsələn görə bilərsiniz dostlar. Girək göstərək. Mən sadəcə ondan sonra məsələn nədən. Yəni eyni başlıq atır və gördüyünüz kimi videoları izlənir. Gördüyünüz kimi. Bu sizə böyük bir kömək eləyəcək. Və dostlar ən önəmli olan şey dostlar, videolarınızın kapak fotoğrafıdır. Məsələn baxın dostlar, birinci videomda burada bir söz yazmışam. Ancaq bu video 91 görüntüləmə alıb. Sözlə ki dostlar çox görünmür söz. Çünki arxanın rəngi dostlar gördüyünüz kimi açıq rənglərdir. Mən də açıq rənglə sözü yazdığım üçün söz görünmür. Ona görə də az izlənib. Ancaq ikinci videoda insanları videoma cəlb edə bilmişəm. Çünki dostlar burada insanların videoya girmə marağı olur. Zevsi tapa bilmədi. Məsələn, akinator tapa bilir, yoxsa tapa bilmir deyə girə bilirlər yəni bu videoya. Həm də ki arxa rəng mavi deyə sözlərə qırmızı ilə yazmışam. Bir-birlərinin əks rəngi kimi düşünün. Burada da məsələn rəng sarıdırsa, mavidirsə, onda qara rənglə yaza bilərəm. Ağ rəngdirsə, qara rənglə yaza bilərəm. Belə düşünün. İndi sizə olsa göstərəcəm dostlar. Kapak fotoğrafı yəni önəmlidir dostlar. Gördüyünüz kimi dostlar, indi sizə necə kapak fotoğrafı düzəltmək olar, onu sizə göstərəcəm. Burada dostlar Canva var və Ponto var. Bu uygulamalardan istifadə edəcəm. Amma ondan əvvəl dostlar Chroma giririk. Girək buradan yazırsınız arka plan silmə. Və burada bir çox sitə gəlir. Canva'nın arka plan silmə proqramı var yəni. Girdirə sizə bilirsiniz, amma o ücrətlidir. Ücrətsiz göstərirəm mən sizə. Resim arka plan kaldırma arazı deyil. Buna tıklayırıq. Mən tıklayıram yəni. Burada bir çox var usta. Görüntü ses deyib. Göz at deyirsiniz buradan. Burada gördüyünüz kimi Canva məsələn. Mən burada indirmişəm. Bu sitədən indirmişəm. Canva məsələn arxa planı silmək üçün bundan istifadə eləmişəm. Baxın dostlar. Belə. Arka plan kaldır deyil. Yəni buradan basıb indirirsiniz dostlar. Və gördüyünüz kimi bunun sayəsində fotonun arka planını qaldıra bilirsiniz. Yəni sitələrdən istifadə edə bilərsiniz bunun üçün. İndi dostlar nə varıq? İndi Canva'ya giririk. Mən direkt girə bildim dostlar, amma sizdə buradan bir hesab istəyəcək. Oradan doğraya bilərsiniz hesabınızı. Plusa tıklayırıq. Ondan sonra araya yerinə, əgər siz video çəksiniz da yatay videolar çəkirsiniz, kapak fotoğrafı yatay olacaq. Onda buraya yazırıq fotoğraf kolajı yatay çıxır özü. Foto yazan kimi. Və sayfa açılır. Bir dənə bizə boş bir səhifə verir. Buradan istifadə edərək öz kapak fotoğrafımızı düzəldəcəyik. Bizi də qaleriyaya atacaq. Gözləyirik. Burada qaleriya işarəsi gələcək dostlar. Gördüyünüz kimi qaleriya işarəsi gəldi. Buna tıklayırıq. Bunu yox. Bunu siləm. Hazır eləməyim. Sizə göstərəcəm. Buradan qaleriyaya girəm təzədən. Bu. Sayfaya eklə. Bunu indi dostlar kaydı yuxarı qoyum. İndi dostlar nə varırıq? Bunu ortadadır. Bunu biraz böyüdəcəyik.
Belə böyüdürük. Bunu belə gətiririk. Qardaş, belə qıraqdaşı düzəltdim. İndi nə qalır? Qaleriyaya girik. Burada qaleriya usta. Demişdim yine galeriya burada dayanır. Buna tıklayırsınız. Və arka öz çəkinizi çəkib dostlar, arkaya həyətinizlə birlikdə çəkə bilərsiniz. Yəni fərqi yoxdur. Ondan sonra yüklüyorsunuz arka plan silmə yerinə və öz çəkinizi çıxarırsınız. Sizə göstərdiyim Google-dan sitə sayəsində dostlar eləyə bilirsiniz. Və dostlar, belə böyüdün məsələn. Yuxarıdan tutursunuz ən yuxarı hissəsindən belə. Böyüdürsünüz və öz şəklinizi qoyursunuz istədiyiniz kimi. Dostlar, bu ara eləyəcəyim kapak fotoğrafını qoyacağım videoya. Videonun kapak fotoğrafına qoyacağım bu videonun. Ondan sonra buradan mətin var dostlar, mətin yeri. Buradan yazı yaza bilərsiniz. Amma dostlar, mən buradan yazmayacağım. Çünki mənim göstərəcəyim font uygulamasında çoxlu fontlar var. Mən oradan eləyəcəm. Ondan sonra indirə tıklayırsınız buradan. Görsel olarak kaydet deyir. Gördüğünüz kimi kaydedilir. Və gördüğünüz kimi burada fotoğrafa yüklə deyir. Buna tıklayıb buradan yüklüyorsunuz. Ondan sonra bir də yüklə işarəsi çıxacaq. Ona da tıkladığınızda telefona yüklənəcək. Bu qədər dostlar. Mən bu yükləmirəm çünki əvvəl yükləmişdim mən bunu, düzəltmişdim özüm. Sizə göstərmək üçün sadəcə indi belə elədim. Sonra dostlar Ponto'ya giririk. Nə qalırıq? Images, buna tıklayırıq. Images'a tıklayırıq. Və burada bir çox şəkil var. Bizim özlədiyimiz şəkli tapırıq. Bizim elədiyimiz şəkil buradadır. Gördüyünüz kimi. Hazır şəklimiz burada. İndi sonra nə qalırıq? Burada yazı yeri var. Gördüyünüz kimi. Buna tıklayırıq. Və məsələn bura izlənəcək bir söz yazırsınız. Dostlar, mən sizə bayaq demədim, amma videonuza diqqət etməyiniz lazım ki, əgər bir söz yazsaz, çox söz yazmayın. Ya 2 söz yazın, ya 3 söz yazın kapak fotoğrafına. Böyle çox söz yazmayın. Mən 2 söz yazacağım məsələn bura. İnsanların videoya girməsi üçün, cəlb eləməsi üçün. Məsələn, izlənmə garantili. Baxın. Amma dostlar, gördüyünüz kimi qırmızı rəng olduğu üçün yəni çox bilinmir. Belə pis olur. İlk olaraq nə qalırıq? Fonta giririk. Fontu seçək bir. Gözəl bir font seçək özümüzə. Sırayla hamısını eləyəcəyik. Bir dənə qalın bir seçəcəm font. Qalın bir font lazımdır mənə. Anton. Bax, bu yazıb. Bunu seçdim. Amma style deyir. Bunun rəngi mən qara eləyəcəm. Baxın, elə qara oldu. Amma dostlar, baxın belə, məsələn, yaşıl da eləyə bilərsiniz. Videonun öz rənginə görə. Sonra don deyirsiniz yuxarıdan. Size dedikdə, size böyüdür. Məsələn, qoydunuz belə. İndi mən belə elədim. Gördüyünüz kimi oldu. Ondan sonra dediyim, mən belə. Bunu da belə qoyursunuz dostlar. Və kapak fotoğrafınız bitdi. Bu qədər dostlar. Sonra yuxarıda indirmə yeri var. Gördüyünüz kimi ikinci yazının yanında. Buna da tıklayırsınız. Və deyir ki, ya JPG olaraq indir, ya da Save Images and PNG olaraq indir. Burada Save-ə basdıqda inir dostlar. Yəni fərqi yoxdur. Direkt inir yəni buna basan kimi. Bu qədər dostlar. Mən indirməyəcəm ona. Kapak fotoğrafını da belə eləyərək izlənə bilərsiniz dostlar. Sizə bir şey daha göstərəcəm. Videonuzun ilk dəqiqələri ya da ilk saniyələri deyim. Bu hissələri hərəkətdə olmalıdır dostlar. Videonuzun ilk saniyələrində intro olmalıdır. Intro düzəltmək üçün də sizə bir uygulama verəcəm. Və bunun sayəsində eləyə biləcəksiniz. İndi sizə deyirəm. Ara yerinə girirsiniz dostlar. Play Marketdə. Intro Maker yazırsınız. Mən dostlar gördüyünüz kimi Intro Maker buradadır. Yəni, güvənilər bir uygulamadır. 10 milyon nəfər indiribdir. Mən də öz Mən də öz dostlar intromu buradan hazırlamışam. Sizə Intro Maker buradan yükləyə bilərsiniz. Mən sizə intromu göstərim yəni. Burada hazır introlar var dostlar. Özünüzə görə ayarlayıb
eləyə bilərsiniz. Mən özüm hazırlamamışam intronu. Sadəcə adını dəyişdirmişəm və bir iki dənə şey dəyişdirmişəm. Burada videoya girib sizə göstərəcəm. Baxın. Belə bir intro hazırlaya bilərsiniz. Qısa və hərəkətli bir intro. Dediyim kimi videomuz bu qədər idi dostlar. İnşallah dostlar videomuzu bəyənmişsiniz. Intro maker'ı sizə göstərmədim dostlar. Çünki dostlar YouTube dostlar intro maker haqqında bir çox video var. Amma dostlar istəsəz intro maker'da 10-15 like arası bir like gəldikdə siz intro maker'ı necə işlədə biləcəyinizi sizə göstərəcəm dostlar. Videomuz bu qədər idi dostlar. İnşallah videomuzu bəyəndiniz. Sağ olun.